Neylə bağlı işte? Mənim məhkəməmlə bağlıdır. Deyil. Sabah prosesində gəlin məhkəməyə. Yox, gözəl qardaş. Bax, sabır söz deyim mən. Mənim yaşadığım ünvana siz görə bilirsiniz. Göndərilibdir. Yox, qeydiyyatda olduğum, daimi qeydiyyatda olduğum ünvanı siz sistem üzərindən görə bilirsiniz. Yox. Görə bilmirsinizsə siz mənim işimə necə baxa bilirsiniz? Mən Ağcabədi rayon sakiniyəm, düzdür? Mənim işim qeydiyyatda olduğum rayon məhkəməsi baxa bilər. Laçın məhkəməsi mənim işimə baxanmaz. Cinayət işi tamam. Olsun da cinayət işi. Hadisə Laçında olmuyor mu? Mülki olsa da mülkiyə baxılmıraq. Yox, bax gözəl qardaş. Cinayətin törədildiyi yer var. İtirazınız varsa, nəyiniz varsa yazın bildirin. Yəni telefon deməyin, işte bizdə də baxılır. Yəni yox, siz öz başına baxa bilməzsiniz. Azərbaycan Respublikasının qanunvericilikləri var. Siz onunla qanunvericiliyi var, etirazımız. Etirazımı təbii ki bildirmişəm. Yəqin ki gəlib çatacaq sizə. Birsiz nətərdir? Mən Ağcabədi rayon sakini olaraq Ağcabədi rayon məhkəməsinə verilməliyəm. Əgər vətəndaşın şikayəti, iddiası varsa və hadisə də Ağcabədi rayonunda baş verirsə, niyə Laçın rayon məhkəməsi baxmalıdır? Ağcabədi məhkəməsində etiraz verilib, hakim etirazı, Şirvana Laçın baxsın. O məsələ o iki nəfər şəxs arasında olur. Apellyasiya məhkəməsinin qərarı var, hamısının qərarları var, Laçın məhkəməsi baxsın. Yox qardaş, o yenidən verir, bax məni tək verib. Biri var cüt verə, biri var tək verə. O söhbət bağlanıb bitib. Təzədən bu adam məndən tək mənim üçün iddia qaldırırsa, o məsələlərin bu məsələyə aidiyyəti yoxdur. Əgər yox, bir dəqiqə üzr istəyirəm. Əgər bax bir dənə də söz deyim. Əgər həqiqətən o məsələnin bu məsələyə aidiyyəti varsa, bütün məhkəmələr ona xitam verib. Niyə təzədən qaldırırsınız? Xitam verib. Xitam verib də işə baxılmıyor. İşə baxılmıyor. İşə baxılmıyor, yox. İşi göndəriləcək Laçın baxsın. Xitam verməyiblər. Qardaş, Laçın rayon məhkəməsinin bizim əlimizdə qərarı var. Həmin iddia ləğv olub. Rəhmanla mənə qaldırılan iddia hakim tərəfindən ləğv olub. Və bu gün də məni tək o adam iddia qaldırıb verirsə məhkəməyə, o mənim yaşadığım ünvana və hadisənin baş verdiyi yerin qeydiyyatda olduğu məhkəməsinə müraciət eləməlidir. Bu kiminsə... Bəli? Nə sözünüz varsa, nə yazılı varsa, hamısı bildirir. Yox da, indi siz mənim ünvanıma birincisi məktub göndərməmisiniz. Mənim sizin ünvanınız, sizin elektron kabinetiniz var. Qardaş, elektron kabinetimə heç nə gəlməyib. Bir dənə deyə elektron kabinetimi deyə görün mənə. Mənim niyə ki, sizin işinizi qeydiyyata aldığımız gün Rəhman müəllim yaxınlaşdıracaq. Qardaş, Rəhmana mesaj gedir. Mən Quliyev Fərhad Başiroğluyam. Elektronunuz Rəhman müəllimdədir. Qardaş, hansı elektronla danışırsan deyə görün bilin. Bizim elektron məhkəməsində elektron kabinetiniz. Qardaş, mən ora girmirəm. Mənim başım çıxmır oradan. Biz o bilmirik, onu istifadə edirsiniz. Yox, siz belə deyək də, siz məhkəməyə verdiyiniz şəxslərin hamısının elektron variantına göndərirsiniz. Elektronu olanlara elektron, olmayanlara poçta. Qardaş, mənim yaşadığım ünvan var və mən elektron kabinet deyirsən, nə deyirsən, o heç onu bilmirəm nə deməkdir. İndi siz ora müraciət edirsinizsə... Məsələn, Rəhman müəllim işlədir. Qardaş, Rəhman heç nədən başı çıxmır. Rəhman işlətsə belə... Müəllim gəldi, elektron məsələn, işiniz qalan günü gəldi bura ki, iş təyinat verildi, nə məsələdir, biz özünə izah verdik, getdi, sonra bir dəfə də gəldi... Qardaş, Rəhman niyə getməlidir? Rəhman niyə getməlidir? Quliyev Fərhad Başiroğlu haqqında iddia qaldırılırsa... Harasa getmir. Başa düşürəm, mənim... Sizin adınıza gələn məktub ona gelir. Niyə qardaş, niyə getməlidir ona? Elektronunuzu işlədir. Qardaş, mənim elektronumu heç kəs işlətmir. Necə siz deyə bilirsiniz ki, o işlədir? Ona gedir, telefondan mesaj gedir. Sizin adınız ona, SMS onun adına gedir. Gözəl qardaş, sən mənim nömrəmi bilirsən? Yox, adam bilirdim, sonradan bilirdim. Siz mənim yaşadığım qeydiyyatın ünvanını bilirsiniz?
Mənim nəsə söhbəti uzatmıyor. Söhbəti uzatmayaq deyəndə gözəl qardaş, mən vətəndaş kimi mənim o elektron variantdan başım çıxmır. Siz mənim yaşadığım, qeydiyyatda olduğum boşla da göndərmişəm. Qardaş, nə vaxt göndərmisiniz? Üstündən bir məhkəmə keçib, ikinci məhkəmədə hələ sizdən mənə bir dənə qeydiyyatda olduğum ünvana heç bir məktub daxil olmayıb. Siz necə göndərmisiniz onu? Yəqin mən tutulub içəri gedəndən sonra sizin məktublarınız gələcək. Mən iddianın şərtləri ilə, qaldırdığı məsələlərlə tanış olmalıyam ya yox? Əlimdə material yığmalıyam ya yox? Və mən Bakıda yaşayıram. Siz bu günlərimi zəng edir ki, səhər gəl bura. Elə şey olur. Mənə məktub gəlməlidir, ünvanıma bilinməlidir ki, mən bilim ki, filan vaxtı mənim məhkəməm var. Hərənin öz işləri var, iş prinsipləri var. Daxil olub ağzınızdan baxa bilərsiniz. Heç məsələ tanısın, yaxınlaşın, elektron kabinetim var. Qardaş, elektron kabineti, mən girmirəm elektron kabinetə. Dilində belə olsun, problem deyil ha. Qardaş, mənim başım çıxmır. Sən vətəndaş olaraq mən sənə deyirəm ki, mənim qeydiyyatda olduğum ünvana göndər onu. Mən proses çıxıram, sağ olun.